Azərbaycan Respublikası müstəqilliyinin bərpasının 34-cü il dönümü münasibəti ilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərindəyik və burada yerləşən Amerika Universitetinin Qadson İncəsənət Mərkəzində kəlağayı, Azərbaycan kəlağayı sənətinə həsr olunmuş tədbir baş tutur. Respublikanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycanın Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir bu tədbir. İlk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından burada ABŞ-ın paytaxtı olan Vaşinqton şəhərində Qadson Arts mərkəzində nümayiş olunur. Burada 18-ci əsrin sonu, 19-cu və 20-ci əsrin əvvəlinə aid olan çox nadir bizim ənənəvi kəlağaylarımız nümayiş olunur. Özünüz də görürsünüz ki, böyük marağa səbəbdir bu kəlağaylar və hətta müasir kəlağaylar da bugün burada göstərilir. Bildiyiniz kimi 2014-cü ildə kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdi və bugün Amerikada yaşayan ziyarətçilər, bu muzeyin ziyarətçiləri üçün mənə elə gəlir ki, çox maraqlı məlumat verildi kəlağayı haqqında. Very happy to see that from the National Carpet Museum of Azerbaijan, they brought Buradakı kəlağayların hamısı çox fərqlidir və hər birinin mənası ayrıdır. Amma mən çox sevindim ki, mənim kəlağaylar haqqında yazdığım məqaləmin əvvəlində nümunə kimi istifadə etdiyim eyni kəlağayını gətiriblər. Bu kəlağayı anonim bir sənətkar tərəfindən hazırlanıb. Üzərində butan axışı və çoxlu gözəl simvollar var. Mürəkkəb və maraqlı bir kompozisiya yaradılıb. Mən bu nümunəni çox sevirəm və buna görə də onu məqaləmin əvvəlində yerləşdirdim. Sərgiyə daxil olanda ilk olaraq məhz bu kəlağayını görmək mənə böyük sevinc gətirdi. Çünki məqaləmdə də o birinci yerdədir. Tədbirin bədii hissəsinə gəldikdə isə Azərbaycanın əməkdar artisti, pianoçu Nərgiz Əliyarovun solo musiqi proqramı təqdim olundu. Mən bu kəlağayların hazırlanma prosesi və Azərbaycan xalqının bu sahədə qoruyub saxladığı ənənə məni həqiqətən çox təsirləndirdi. Bu Azərbaycanın mədəniyyəti ilə tarixi arasında olan gözəl bir əlaqədir. Mən rənglərin mənası və bu şalların hansı hallarda istifadə olunması barədə çox şey öyrəndim. Əvvəllər başörtüyü və onun hazırlanması prosesi haqqında bir qədər eşitmişdim, amma bugün daha çox öyrənmək xoş oldu. Mən gələcəkdə Azərbaycana səfər etməyi və daha çox öyrənməyi səbirsizliklə gözləyirəm. Təşəkkür edirəm. Bugün dost ve kardeş Azerbaycan'ın tarihsel derinliğinde bir yolculuğa çıktık tekrar. Kalagayi'yi açıkçası bilmiyordum, ismini bilmiyordum. Bu vesileyle öğrenmiş oldum. Ama bu gelenekten biraz haberdardım. Çok köklü, bizi geçmişe götüren, halkımızın ürünü. Çok güzel bir yolculuk yaptık, tarihsel bir yolculuk. Tədbir Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş kəlağayı sənətinin beynəlxalq platformada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.